Allahın adlarını anlamamışıq. İblisə nəyə ehtiyac var ki? Əgər biz başa düşsək ki, bizim ucalmağımızın yolu oradan keçir. Allah da bizi ucaltmaq istəyir. Ya Rəfi'ud dərəcat. Ey ucaldan Allah. Allahın adlarından biridir. Coşanı Kəbirdə. Ey ucaldan Allah. Ucalığın yolu da buradan keçir axı. Gələ sən maniyən olsun ki, maniyə ilə vuruşasan, qalxa biləsən. Yoxsa elə oturduğun yerini ucalacaqsan ki. Elə hadisələr olsun ki, sənin səbrin ortaya çıxsın, sənin şükrün ortaya çıxsın, sənin qardaşlığın ortaya çıxsın, sənin vəfalılığın ortaya çıxsın, hadisələr olmalıdır. Cəhənnəm niyə var? Allahın ədalət sifətini başa düşməyib. Başa düşürsən? O niyə var, bu niyə var? Bunları başa düşəmir. Niyə bu çətinliklər, niyə istəyiliyi vermir? Başa düşsə ki, Kənəllahu əlimən həkimə. Allah hikməti deyənə istədiyi bəzən vermir. Çünki o istədiyin sənə ziyanından başqa bir şey deyil. Bu Allahın adlarını dərk eləyə-eləyə xilqəti də anlayacaq biz.